Yaqub Havarinin yazdığı məktub. Müqəddəmə. Bu məktubu yazan İsa Məsihin qardaşı Yaqubdur ki, Orşəlim kilisasının naziri idi. Yaqub bu məktubda İsa'ya iman gətirənlərə tövsiyə edir ki, tarı və Məsihə olan imanlarını ancaq sözdə yox, əməl və rəftarlarında da gərək göstərsinlər. Məsihi bir adamın rəftarı gərək tarının əmrlərinə əsasən olsun və Məsihi bir adam tarının əmrlərini yerinə yetirər. Fəsil 1. Özünü tarı və Rəbb İsa Məsihə qul etmiş, mən Yaqubdan qərib ölkələrə dağılmış olan 12 qəbiləyə. Salam. Qardaşlarım, cürbəcür imtihanlarla rastlaşdığınız zaman onu böyük şadlıq hesab edin. Çünki bilirsiniz ki, imanınızın imtihanı təhəmmül hasil gətirir. Qoyun təhəmmül də öz kamil nəticəsinə çatsın, elə ki, siz heç bir şeyiz əskik olmadan kamala çatıb kamil olasınız. Amma əgər sizlərdən birinin hikməti əskikdir, qoyun tarıdan istəsin ki, hər kəsə səxavətlə məzəmmətsiz əta edir və ona əta olunacaq. Lakin bunu gərək imanla istəsin və heç şübhə etməsin. Çünki şübhə edən adam dəhənzin şəpələrinə bənzəyir ki, külək onu qaldırıb təlatümə salır. Belə adam güman aparmasın ki, Rəbdən bir şey alacaq. Mütərəddid adam heç bir yolunda sabit deyil. Amma vəziyyəti həqir olan qardaş öz əfsəl mənsəbi ilə, varlı olan da öz həqirliyi ilə fəxr etsin. Çünki varlı adam otun çiçəyi kimi solub gedəcək. Doğrudan da gün yandıran hərarətlə çıxır, ot quruyur, çiçəyi tökülür və üzünün gözəlliyi məhv olur. Varlı adam da gördüyü işlər də eləsi olacaq. Xoş o adamın halına ki, imtihan altında tab gətirir. Çünki təsdiq olunandan sonra o həyat tacını alacaq ki, Rəbb onu sevənlərə vədə verib. Heç kəs vəsvəsəyə düşən zaman deməsin, mən tarı tərəfindən vəsvəsə olunuram. Çünki tarı pisliklə vəsvəsə oluna bilməz. O, özü də heç kəsi vəsvəsə etmir. Lakin hər kəs o zaman vəsvəsəyə düşür ki, öz şəhvəti tərəfinə çəkilib ona aldanır. O zaman şəhvət boylu olub günahı doğur, günah da əmələ gəldikdə ölüm gətirir. Sevgili qardaşlarım, aldanmayın. Hər bir yaxşı şey və hər kamil əta yuxarıdan, nurların atasından nazil olur ki, onda nə dəyişilmək var, nə də dönməklik kölgəsi. O, öz iradəsini əmələ gətirəndə bizi həqiqətin kəlamı ilə tövlid etdi. Elə ki, biz onun məxluqları arasında bir cür nobaralıq meyvəsi kimi olaq. Bunu siz bilirsiniz, sevgili qardaşlarım, lakin hər kəs gərək eşitməkdə iti, danışmaqda təmkinli və hirsdə gec olsun. Çünki insanın hirsi tarının salihliyinə nail olmur. Buna görə də bütün kəsifliyi və şərarətdən nə qalanı tərk edib, əkilmiş kəlamı həlimliklə qəbul edin ki, canlarınızı qurtarmağa qadirdir. Amma sabit edin ki, ancaq kəlamı eşidib özlərini aldatan deyilsiniz, kəlama əməl edənlərsiniz. Çünki əgər biri kəlama əməl edən yox, kəlami ancaq eşidəndir, o adama bənzəyir ki, öz təbii üzünə güzgüdə baxır. Çünki o, özünə bir baxıb gedir və anən necə bir adam olduğunu yaddan çıxardır. Lakin kim kamil şəriətə, azadlıq şəriətinə diqqətlə baxır və onda davam edir və yaddan çıxardan bir eşidən yox, ona əməl edəndir, bu adam etdiyi hər işdə mübarək olacaq. Əgər kimsə var ki, özünü dindar güman edir, lakin ürəyini aldadıb hələ də dilinə cilov bağlamır,
bu adamın dindarlığı dəyərsizdir. Ata tarının nəzərində təmiz və ləkəsiz dindarlıq budur. Yetimlərin və dulların sıxıntı zamanlarında onların görüşüklərinə getmək və özünü dünyadan ləkəsiz saxlamaq. Fəsil 2. Qardaşlarım, şövkətli Rəbbimiz İsa Məsihə iman gətirənlər olaraq, insanlar arasında fərq qoymayın. Çünki əgər sizin kənisəyə qızıl üzük taxmış, faxir paltar geyinmiş bir adam girsə və yoxsul bir adam da çirkli paltar geyinmiş girsə, siz faxir paltarı olanın qeydinə qalıb deyirsiniz, buyurun, siz burada əyləşin və yoxsul adama deyirsiniz, sən orada otur və ya kətilimin yanında otur. Aya, bir-birinizin arasında fərq qoymayıbsınız, pis niyyətli qazılara dönməyibsiniz. Qulaq asın, sevgili qardaşlarım. Məgər Tanrı bu dünyanın yoxsullarını seçmədi ki, imanda dövlətli olub, onu sevənlərə vədə verdiyi padişahlığın varisləri olsunlar. Amma siz yoxsul adamı hörmətsiz edibsiniz. Məgər dövlətli deyil ki, sizə zülm edib sizi məhkəməyə çəkir. Məgər onlar deyirlər ki, sizə verilən mükərrəm ada küfr deyirlər. Amma əgər siz müqəddəs yazıya mütabiq o şahanə şəriəti yerinə yetirirsiniz ki, qonşunu gərək özün kimi sevəsən, yaxşı iş görürsünüz. Lakin əgər insanlar arasında fərq qoyursunuz, günah edirsiniz və təqsirkarlar kimi şəriət tərəfindən məhkum olursunuz. Çünki hər kəs bütün şəriəti riayət edib, lakin birində qüsur etsə, onların hamısı üçün xatakar olub. Çünki zina etmə deyən, adam öldürmə də dedi. İndi sən əgər zina etmişsən, amma adam öldürürsən, şəriəti ayaq altına qoyan olubsan. Buna görə o adamlar kimi danışıb rəftar edin ki, elə bil azadlıq şəriəti ilə mühakimə olunacaqlar. Çünki rəhm etməyənə rəhmsizliklə hökm olunacaq. Rəhm hökmə qalib gəlir. Qardaşlarım, əgər bir adam əməli yox ikən imanı olduğunu desə, bunun ona nə faydası var? Məgər o iman onu nicat verə bilər. Əgər bir qardaş ya da bacı lütdür və gündəlik yeməyinə möhtac və sizlərdən biriniz onlara desə ki, salamat gedin, qızışın və doyun. Lakin onların bədəni üçün zəruri olan şeyləri verməyəsiniz. Nə faydası var? İman da bu cürdür. Əgər əməlləri olmasa, özü özündə ölüdür. Lakin kimsə deyə bilər ki, sənin imanın var, mənim də əməllərim. Sən imanını mənə əməlsiz görsət və mən imanımı əməllərimlə sənə görsədərəm. Sən inanırsan ki, Tanrı birdir, yaxşı edirsən. İblislər də buna inanıb titrəyirlər. Amma sən ağılsız adam. Aya istəyirsən dərk edəsən ki, əməlsiz imanın faydası yoxdur? Məgər atamız İbrahim, oğlu İshağı qurbancağın üstündə qurban təqdim edəndə əməlləri ilə salih sayılmadı. Görürsən ki, iman onun əməlləri ilə işləyirdi və əməlləri nəticəsində iman kamilləşdi. Müqəddəs yazı da yerinə yetişdi ki, deyir və İbrahim Tanrıya inandı və bu ona salihlik sayıldı və o Tanrının dostu çağırıldı. Görürsünüz ki, insan ancaq imanla yox, əməlləri ilə salih sayılır. Məgər fahişə Rahab da həmən cür öz əməllərinə görə salih sayılmadı. O zaman ki, casusları qəbul edib ayrı bir yolla yola saldı. Çünki necə ki, ruhsuz bədən ölüdür, əməlsiz də iman ölüdür. Fəsil 3. Qardaşlarım, məbada sizlərdən çoxunuz müəllim olmaq üçün can atasınız. Çünki bilirsiniz ki, biz daha şiddətli mühakimə olunacağıq. Çünki hamımız bir çox şeylərdə xata edirik. Sözündə xata etməyən adam kamil bir insandır, bədənin qabağını almağa da qadirdir.
Biz atların ağzına cilov taxırıq ki, bizdən itaət etsinlər və onların bütün bədənini idarədə edirik. Cəmilərə də bir baxın, böyük olduqları və güclü yerlərlə aparıldıqları halda, suqqançının göylü haraya istəsə, kiçik bir suqqanla o tərəfə dönür. Elə də deyil. Bədənin kiçik bir üzvüdür, amma böyük zadlar danışır. Gör, kiçik bir alov nə böyük meşəni yandırır? Dil bir oddur. Haqsızlıq aləmidir. Dil üzvlərimizin arasında elə yer alıb ki, bütün bədəni nəcis edir. Həyatın dövranını oda çəkir, cəhənnəm tərəfindən də alovlandırılır. Çünki heyvanlar və quşların hər cinsi, sürünənlər və dəhənz məxluqlarının hər cinsi insan irqi tərəfindən ram olunur və ram olunub. Amma dili heç kəs ram edə bilməz. Aram tutmayan şərdir, ölümlü zəhərdən doludur. Onunla biz Rəbb və Atanı mübarək çağırırıq və onunla Tanrının surətində yaranan insanları lənət edirik. Həmən ağızdan həm bərəkət çıxır, həm də lənət. Qardaşlarım, bu belə olmamalıdır. Məgər bir bulaqdan həm şirin su, həm də acı su çıxar. Qardaşlarım, məgər əncir ağacı zeytun gətirər və ya üzüm ağacı əncir bar verər? Duzlu bulaq da şirin su verə bilməz. Aranızda hikmətli və fərasətli olan kimdir? Qoy o, əməllərini hikmətin həlimliyində yaxşı rəftarı ilə görsətsin. Amma əgər ürəyinizdə acı paxıllıq və öz mənfəətiniz üçün mənsəb tələblik var, kibirlənməyin və beləcə həqiqətin ziddinə yalan danışmayın. Bu, yuxarıdan nazil olan hikmət deyil, dünyəvidir, nəfsani və iblisdəndir. Çünki paxıllıq və mənsəb tələblik hər yerdə olsa, qarışıqlıq və hər cür pis şey də oradadır. Lakin yuxarıdan nazil olan hikmət əvvələn pakdır, sonra barışan, mülayim, məntiqli, mərhəmət və yaxşı səmərələrdən dolu, qərəzsiz, riyasız, salihliyin meyvəsini bar verən toxum, barışanların vasitəsilə barışda əkilir. Fəsil 4. Aranızda olan davalar və ixtilaflar haradan baş alır? Məgər o hava həvəslərinizdən deyil ki, üzvlərinizdə dava edir. Arzu edirsiniz, lakin yoxunuzdur. Bunun üçün adam öldürürsünüz. Paxıllıq edirsiniz. Amma ələ gətirə bilmirsiniz. Buna görə də savaşıb dava edirsiniz. Yoxunuzdur, çünki tələb etmirsiniz. Tələb edirsiniz, lakin almırsınız. Çünki səhv niyyətlərlə tələb edirsiniz. Elə ki, onu öz hava həvəsləriniz üçün sərf edəsiniz. Siz zinakarlar. Məgər bilmirsiniz ki, dünya ilə dostluq etmək Tanrının ziddinə düşmənçilikdir. Bunun üçün, kim dünyanın dostu olmaq istəsə, özünü Tanrının düşməni edir. Yoxsa müqəddəs yazının boş yerə bunu yazdığını düşünürsünüz ki, Tanrı içimizdə sakin olmalı müqəddəs ruhu qeyrətlə arzu edir. Lakin Tanrı daha böyük feyzə taidir. Bu səbəbdən deyir, Tanrı məğrur adamlara zidd durur, lakin başı aşağı adamlara feyzə taidir. Pəs Tanrıya müti olun. Şeytanın qabağında müqavimət edin və o sizdən qaçar. Tanrıya yaxınlaşın. O da sizə yaxınlaşar. Siz günahkarlar, əllərinizi təmizləyin. Siz mütərəddidlər, ürəklərinizi tahir edin. Qüssə yeyin, yas tutun, ağlayın. Qoyun gülüşünüz yasa, şadlığınız da qəmə dönsün. Rəbbin hüzurunda özünüzü alçaldın və o sizi ucaldar. Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşının ziddinə danışan ya da qardaşını mühakimə edən şəriətin ziddinə danışır və şəriəti mühakimə edir. Amma əgər şəriəti mühakimə edəsiniz,
şəriətə əməl edən yox, onu mühakiməyə çəkənsiniz. Ancaq bir şəriət verən və bir qazı var. Həm nicat verməyə, həm də həlak etməyə qadir olan odur. Amma sən kimsən ki, öz qonşunu mühakimə edəsən? İndi baxın, sizlər ki deyirsiniz, bugün ya da sabah filan və bəhman şəhərə gedərik və orada bir il ticarətə məşğul olub qazanc yığarıq. Halbuki, həyatın sabah nə cür olduğunu bilmirsiniz. Siz buxar kimisiniz ki, az bir müddət görünür və sonra itib gedir. Bunun əvəzinə siz gərək deyəsiniz, əgər Rəbb istəsə yaşayarıq, bunu və onu da edərik. Amma necə ki var, siz təkəbbürünüzə fəxr edirsiniz. Bütün belə fəxrlər pisdir. Buna görə hər kəs ki, dürüst işi bilir, lakin onu yerinə yetirmir, günah edir. Fəsil 5. Baxın indi, ey varlılar, başınıza gələcək müsibətlərdən ötürü ağlayın və şivən edin. Mal dövlətiniz çürüyüb, paltarınızı da güvə yeyib. Qızıl və gümüşünüz paslanıb və onların pası ziddinizə bir şahid olacaq və od kimi cisminizi yiyəcək. Siz axır günlərinizdə sərvət yığıbsınız. Baxın, zəmilərinizi biçən işçilərdən saxladığınız müst sizin ziddinizə qışqırır. Biçincilərin qışqırtısı fouclar Rəbbinin qulaqlarına çatıb. Siz yer üzündə keflə yaşayıbsınız və ləzzət dolu bir həyat keçirdibsiniz. Qəhdi gündə ürəklərinizi kökəldibsiniz. Salih adamı məhkum edib ölümə veribsiniz. O, sizin qabağınızda müqavimət etmir. Buna görə, qardaşlar, Rəbbin gəlişinə kimi səbirli olun. Əkinçi torpağın dəyərli hasili üçün intizar çəkir və ilk və axır yağışı alanacaq səbirli olur. Siz də səbirli olun. Ürəklərinizi qüvvətləndirin, çünki Rəbbin gəlişi yaxındır. Bir-birinizin ziddinə şikayət etməyin, qardaşlar. Elə ki, siz özünüz də mühakimə olunmayasınız. Baxın, mühakimə edən qapı ağzında dayanıb, qardaşlar, əzab çəkməkdə və səbirli olmaqda Rəbbin adında danışan nəbilərdən nümunə alın. Biz təhəmmül edənləri bəxtəvər sayırıq. Siz Əyyubun təhəmmülünü eşidibsiniz və Rəbbin etdiyinin nəticəsini də görübsünüz ki, Rəbb çox şəfqətli və mərhəmətlidir. Lakin qardaşlarım, hamıdan əvvəl nə göyə, nə yerə, nə də başqa bir şeyə and için. Lakin sizdə qoy bəli, bəli olsun və xeyr, xeyr, elə ki, mühakiməyə çəkilməyəsiniz. Aya aranızda əzab altında olan biri var? O gərək dua etsin. Aya şad olan biri var? O həmdlər oxumalıdır. Aya aranızda naxoş biri var? O gərək kilisanın axsaqqallarını çağırsın, onlar da gərək onun üçün dua edib, Rəbbin adında onu yağla məsh etsinlər. Və imanda edilən dua naxoş adamı sağaldar və Rəbb onu qaldırar. Günahlar etmiş olsa da ona bağışlanar. Bunun üçün günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin, elə ki, şəfa tapasınız. Salih bir adamın təsirli duası çox şey etməyə qadirdir. İlya da həmən bizim kimi bir adam idi və sədaqətlə dua etdi ki, yağış yağmasın və 3 il 6 ay yer üzünə yağış yağmadı. Sonra yenə dua etdi və göy yağış yağdırıb yer üzü meyvələrini gətirdi. Qardaşlarım, əgər sizlərdən biriniz həqiqətdən azsa və özgə biri onu qaytarsa, qoy o adam bilsin ki, günahkarı səhv yolundan döndərən, onun canını ölümdən qurtarar və çox günahların üstünü örtər.